Salam, hörmətli 6-cı siniflər. Mən Paşayeva Aytəkin, yenidən sizinləyəm. Deməli, namazlıq çalışmalar kitabından ölçülər, sahə, həcm, uzunluq vahidləri mövzusunun suallarının izahını verəcəyəm. Səhifə 187. Dostlar, yenə həmişəyə kimi sizdən xahiş edirəm. YouTube kanalımızı bəyənib abunə olun. Mənə daha çox dəstək olun. Mən də sizin üçün daha çox faydalı izahlara yer verim. Baxaq birinci suala. Uşaqlar, birinci sualda deyir ki, çevirmələri aparın. Bu çevirmələri gəlin aparaq. Çalışma 1. Bunun çox gözəl yolu var. İndi deyir ki, 0,27 kilometr neçə metrdir, elə deyilmi? Biz ilk öncə bilirik ki, 1 kilometr 1000 metrdir. Biz bu çevirmələri bilməliyik, elə deyilmi? İndi birincidə 0,27 kilometr. Bu kilometr elə bir ki 1 kilometr deməkdir. 0,27 vurulsun. 1 kilometrimiz 1000 daxı, 1000 metr. O zaman vurulsun 1000-ə. Vergülü neçə rəqəm sağa çəkəcəyəm? Deməli, 2 rəqəm çəkirəm. Deməli, bir rəqəm də lazımdır. O zaman 0 yazıram. 270 metr olmuş oldu. Deməli, bura mən yazmalıyam 270 metr. Bu şəkildə almış oluram. İndi keçək ikincisinə. 82,5 desimetr bərabərdir, belə deyək, santimetr. İndi 1 desimetr 10 santimetr olduğunu bilirəm. O zaman gəlin bunu yoxlayaq, görək neçə santimetr. 82,5 desimetr bərabər 82,5 desimetr. 1 desimetrimiz 10 santimetr olduğuna görə bunu vururam ona. Bu da olur 82 yox 825 santimetr olmuş olur. Deməli, bura yazıram 825 santimetr, 825. Bu şəkildə almış olurum. Üçüncü sualla davam edirik. Dostlar, üçüncü sualda belədir. 1,10 75 metr bərabərdir neçə millimetr? İndi 1 metrimiz bilirik 100 metr, 1 metrimiz 100 santimetrdir, bunu bilirik. Bəs 1 santimetrimiz də 1 santimetrimiz 10 millimetr olduğunu bilirik. O zaman 100 santimetr 1 metrdir. 100 santimetr neçə millimetr olur? 1000 millimetr olur. Bunu da bildik. Elə deyilmi? Onda gəlin bunu çevirək. Gəlin bunu çevirək. Deməli, 1,1075 metr bərabərdir. 1 Bu 1 metrimiz dedik ki, neçə oldu? 1000 millimetr oldu. Elə deyilmi? 1000-ə vururam. 1000-ə vuranda vergülü 3 rəqəm sağa çəkirəm. O zaman nə olur? 1007,5 millimetr olmuş oldu. Bura nə yazıram? 1007,5 millimetr. Bu şəkildə almış olurum. Keçək 4-cü suala. 4-cü çevirməyə baxaq. Deyir ki, 83.200 metr neçə kilometrdir? Uşaqlar, 1 kilometrimizin 1000 metr olduğunu bilirik. 83.000 deməli 83.200 kilometrimiz neçə kilometr olduğunu tapmaq üçün kilometr yazıram bura. Kilometr olduğunu tapmaq üçün 1000-in arxasında 3 sıfır var. Rahat yolunu öyrədirəm. Elə bilin ki, 83.200-ü 1000-ə bölürəm. Bunun üçün 3 dənə ədədi, 3 ədədin üstdən xət çəkirəm. Nə oldu? 83 kilometr oldu. Bura yazıram 83 kilometr. Xət çəkdiyim nə oldu? 200 oldu. 83 kilometr 200 metr. Bax, bu şəkildə almış olurum. Xət çəkirəm, yəni siz elə dəftərinizdə belə xət çəkməyini, nəzərinizdə xəyalən. Mən indi bunu sizə belə başa salmaqdan ötürü elə dedim. Yəni 3 rəqəmi götürürük. Belə deyək. Bu şəkildə aldıq. Sonra davam edirik 5-ci suala.
735.000 santimetr bərabərdir neçə kilometr? İndi baxın, dedik ki 1 kilometrimiz 1000 metrdir. 1000 metrdir. Bəs 1000 metrimiz neçə sant? 1 metrimiz 100 santimetr olduğuna görə 1000'i vururam 100'ə. Bu da bizə verir 100.000. 100.000 santimetr. Deməli, indi buradan 100.000 arxasında neçə sıfır var? 3, 4, 5 dənə sıfır. 1, 2, 3, 4, 5. Deməli, bu neçə kilometr oldu? 5 dənə ədədi. 7 kilometr, belə deyək. 7 kilometr. 7 kilometr. 35.000 santimetr. Bu şəkildə 35.000. Burada başqa şey var. 35.000 santimetr. 35.000 santimetrdə deyirsə 350 metr. Bunu da belə yaza bilərik ki 350 metr bu şəkildə. Amma bizə metr demir. Santimetrlə deyirsə elə 35.000 santimetr bu şəkildə də saxlaya bilərik. Sonra 6-cı sualdan davam edək. 336 desimetrimiz neçə metrdir? İndi 1 metrimiz 10 desimetr olduğuna görə bir dənə ədədi silirik, yəni götürürük, olur 33 metr 6 desimetr. Bu şəkildə almış olduq. Keçək ikinci çalışmaya. Deməli, çevirmələri aparın. 6,2 kilometr. 6,2 kilometr neçə desimetrdir? Baxaq. Deməli, uşaqlar, 1 metrimiz, belə deyək də, 1 metrimiz 10 desimetr. Bunu bilirik. 1 kilometrimiz 1000 metrdir. Bunu da bilirik. 1000 metrdirsə, bu da 100 desimetrdir. Bunu da bilirik. İndi baxın. 6,2 kilometrimiz neçə desimetrdir? 6,2 kilometrimiz 6200 metr elir. Bu neçə desimetr elir? 100'ə bölsək 62 desimetr edir. Yəni bura yaza bilərəm ki 62 desimetr. Bu şəkildə almış olarıq. İndi ikincisinə baxaq. 8200 santimetr neçə metr elir? Deməli 1 metrimiz 100 santimetrdir. Onda bunu 100'ə bölsək 82 metr olmuş olar. Üçüncü sualdan davam eləyək. 20,735 metr. Neçə santimetrdir? 1 metrimiz 100 santimetr olduğuna görə bunu vururuq 100'ə. Nə olacaq? 2073,5 santimetr. Bu şəkildə olacaq. 100'ə vururam. Sonra bunu da 1000'ə vuranda 0,03 kilometr. Bu da nə olur? 1000'ə vururam. 0,073 vurulsun 1000. Yəni tapma şəklimiz yolu budur. Bu da 3 rəqəm gəlir sağa olur 7,3 metr. Baxın bu şəkildə almış oluruq. Davam edək çalışma 3'dən. Dörddə 3 metr neçə millimetr eləyir? İlk öncə 1 metrimiz 100 santimetr 1000 millimetr olduğunu bilirik. Onda 4'də 3 metr neçə millimetr elədiyini tapmaq üçün 4'də 3'ü 1000'ə vururuq. Bu da gedir 250 qalır. 250'ni də 3'ə vuranda 750 millimetr edir. İndi ikinci suala baxaq. 25'də 3 kilometr. Bu bərabərdir 25'də 3 kilometr. 1 kilometrimiz 1000 eləyirsə bunu vururam 1000'ə. Bu gedir burada 40, 40'ı da 3'ə vururam 120 metr eləyir.
Üçüncü sualla davam eləyək. 40'da 13 metr neçə millimetr elə? 1 metrimiz dedik ki 1000 millimetrdir. 40'da 13 vurulsun 1000. 0 bunun birigi ilə getdi. 100'dən 4 25 vur 13. 25 də 13'ə vuranda olur 325 millimetr. Aha, dördüncüsü ilə davam edək. 50'də 21 desimetr bərabər neçə desimetr? Neçə millimetr? 1 desimetrimiz 10 santimetrdir. Bu da 100 millimetr edir. Deməli 50'də 21'i vuracağım 100'ə. Burada ixtisar gedir. Burada 2. 2'yi də 21'ə vuranda 42 millimetr almış oluram. Davam edək 5-incisi ilə. 80'də 17 kilometr. Deməli 1 kilometrimiz 1000 metrdir. 1000 metrimiz də 100 desimetr edir. Onda 80'də 17 kilometrimiz olur, vurulur 100'ə. Bu 0 getdi. İxtisar gedir 8 ilə. Burada 2'yə 4, burada 5. Deməli 4'də 85. Bu da bizə verir 21 tam 4'də 1 desimetr. Yəni 21 tam 4'də 1, yəni 21 tam %25 desimetr. %25. Bu şəkildə alarıq. Sonra 5'də 2 metrimiz neçə santimetrdir? 5'də 2 vurulsun 100'ə. Burada 1, burada 20. 20 də 2'yə vurulur 40 santimetr olmuş olar. Dostlar, keçək çalışma 4'ə. Deməli, desimetrə çevirməklə hesablayın. Gəlin baxaq. 1 metrimiz 10 desimetr. 1 kilometrimiz 100 desimetr. Bir desimetrimiz 10 santimetr 100 millimetr. Bunu da bildik. İndi gəlin baxaq. 8,2. Bunları hamısını toplamaq üçün nə etməliyəm? Desimetrə çevirmək üçün yazaq. Birincisi 8,2 metrimiz. 8,2 gəlin ayrılıqda yazaq. 8,2 metr eləyir. 8,2 vurulsun 10'a. Olur 82 desimetr. 0 tam. Bir ayrı-ayrı yazaq, sonra toplayaq. 0,13 0,13 vurulsun nəyə? 100'ə. O da olur 1,3 desimetr. Sonra 96 santimetr 9,6 desimetr. 17 desimetr zaten 17'dir. 120 millimetr 100 santim deməli 100 millimetrimiz 1 desimetr ise bu olur 1 desimetr 20 millimetr. İndi bu da olur 1 desimetr 2 santimetr. Bu da bizə olur 1,2 desimetrimiz. Deməli 1 desimetrimiz 10 santimetr ise bunu bölərik 0,2. Bu şəkildə alırıq. Gəlin indi bunların hamısını toplayaq. Deməli 82 desimetr üstəgəl 1,3 desimetr üstəgəl 9,6 desimetr
Sonra 17 desimetr. Üstə gəl 1,2 desimetr. Aha. Bunları bir toplayaq. Hə dostlar, bizim burada kiçik bir səhvimiz var. 1 kilometrimiz 100 desimetr yox. Gəlin baxaq. Kənarda burada yazaq 1 kilometrimiz. Baxın, 1 kilometrimiz olur 1000 metr. Elə deyilmi? 1 metrimiz 10 desimetrdirsə, bu olur. Bir dəqiqə. Deməli uşaqlar, bizim diqqətsizliyimiz burada oldu ki, deməli, bax buranı silirəm. Baxın, buranı silirəm. Gəlin silək, təzədən yazaq. Nə deyəcəyimi indi biləcəksiniz. Deməli, bu 0,013 vurulsun 1000 metr. Elə. Bu olur 13 metr. Bir dəqiqə. Gəlin belə deyək. Heç bunu da yazmayaq. Nə deyəcəyimi tam şəkildə indi biləcəksiniz. Qoy bunları silək. Baxın, mən ümumiyyətlə sizə deyirəm ki, 1 kilometrimiz, bunu da silirəm. 1 kilometrimiz 1 kilometrimiz 1000 metrdir və 10.000 desimetrdir. Bax bu şəkildə. Hə uşaqlar, mən təzədən özüm danışdım. Bilmirəm sizə düşdü, düşmədi. Deməli, ya danışmışam amma qayda düşməyib. Təzədən danışıram. Deməli 1 kilometr 1000 metrdir. 1000 metrimiz də olur 10.000 desimetr. Və bizim yanlışımız harda oldu? Bu 0,1000-13 kilometrimiz bizə verir 130 desimetr. Yəni bunu vururam 10.000-ə. Çünki 1 kilometrimiz 10.000 desimetr oldu. Vurdum 130 desimetr elədi. Sonra burada dəyişirəm 130 desimetr. 82 üstəgəl 130, üstəgəl 9,6 və bunları toplayıram. 239 almış oluram. 239,8 almış oluram və toplamaq da sizlikdir. Mən özüm hesabladım, tez yazdım bura vaxtımız getməsin deyə. Yəni bir də diqqətinizə çatdırıram. 0,13 mində 13 kilometrimiz bizə verir 130 desimetr. Çünki 1 kilometrimiz bizə 1000 metrdir, 10.000 desimetrdir. Buraya fikir verin. Mən də 0,1000-də 13 kilometri 10.000-ə vurdum, oldu 130 desimetr. Burada yazırıq 1,13 yox, 130 desimetr. Ondan sonra toplayanda bizə verir bunu. Bu şəkildə. İndi davam edək ikinci çalışmadan. İkinci çalışmada deyir ki, gəlin bir-bir bunları ayrı-ayrı bir bayaqki kimi yazaq. Desimetrə çevirək. 1,032 kilometrimiz neçə desimetridir? Bayaq tapmışdıq. Dedik ki, 1 kilometrimiz 10.000 desimetr edir. Bunu vuraq 10.000-ə. Vuraq 10.000-ə. Bu da bizə neçə verir? Bir dənə də 0,3, 4 rəqəm sağa çəkməliyik. Onda arxaya bir dənə 0 yazmalıyıq. Desimetr. 0,15 metr. Neçə desimetr edir? 1 metrimiz 10 desimetr etdiyinə görə bu edir bizə 1,5 desimetr. 16 desimetr yerində 72 santimetrimiz 7,2 desimetr, 620 millimetrimiz. Deməli, bizim 100 millimetrimiz 1 desimetrdirsə, bunu 100-ə bölsək 6,2 desimetr edir. Gəlin bunları toplayaq. Deməli, 10.320 üzərinə gəl 1,5, üzərinə gəl 7,2, üzərinə gəl bu 16, üzərinə gəl 7,2-ni yazmışam, bir də 6,2. Bunları toplayaq.
Deməli uşaqlar bunlar da toplanır. 10.000-də 10.350,9 destimetr. Bu şəkildə alırıq. Üçüncü sualla davam eləyək. Üçüncüsündə bir yenə yazaq. 43,23 metr. Neçə destimetr edir? 1 metrimiz 10 destimetr olduğuna görə 432,3 destimetr edir. Yəni vurdum ona. 0 tam bir dəqiqə. Yox, düz yazdım. Elə bildim kilometrdir. Düzdür. Sonra 0,005 kilometrimiz neçə destimetr edir? 10.000-ə vursaq 0,0005 vurulsun 10.000-ə. Burada axı biz dedik ki 1 kilometrimiz 10.000 destimetrdir. 10.000-ə vurduq. Bu da 4 dənə sağa gəlir 5 destimetr verir bizə. Deməli bu 13,2 destimetrdir. 63 santimetrdə bizə verir 6,3 destimetr. İndi bunları bir toplayaq. 432,3 üstəgəl 5 üstəgəl 13,2 üstəgəl 6,3. Bunları hesablayaq. Bunu da hesabladıq. 456,8 destimetr almış olduq. Gəlin dördüncüsünü hesablayaq. Deməli bunu destimetr zaten hazır şəkildə verib. 0,52 metrimiz 5,2 destimetr edir. Ona vurduğuma görə 1 metrimiz 10 destimetr olduğu üçün. Sonra 63 santimetrimiz 6,3 destimetr edir. 190 millimetrimiz 1,0 millimetr. Bu 100 deməli bu eləyir 100 millimetr. Belə deyək də 100 millimetrimiz 1 destimetrdir. Bu da 9 santimetr. 1,9 destimetr. Bunları toplayacağıq. 53,4 üzərinə gəl 5,2 üstəgəl 6,3 üstəgəl 1,9. Gəlin toplayaq. Deməli topladıq, aldıq 66,8. Bu şəkildə alırıq. Gəlin çalışma 5-ə də baxaq. Deyir ki, x-i tapın. Gəlin baxaq birinci sualda çalışma 5. 3 kilometr hamısını metrə çevirəcəm. 3 kilometr 758 metr çıx x bərabərdir 290.2999. Bu 3 kilometrimiz 3758 metr edir. Yazıram belə. Çıx x bərabərdir 2999. X-i tapmaq üçün 3758-dən çıxıram 2999-u. X də bərabərdir. X də bərabərdir 759 metr alarıq. İndi keçək ikincisinə. Mən ikincisini köçürmürəm, belə yazıram. X üstəgəl bu şəkildə 5 kilometr 565 metrimiz edir. 5565 metr bərabərdir 6783 metr. Mən x-i tapmaq üçün nə edirəm? 6783-dən 5565-i çıxıram. X də bərabərdir. Bizə nə verir? Bizə verir 1218. Bu şəkildə alırıq. Keçək üçüncüsünə. X çıxılsın 5 metr. Deməli 1 metrimiz bilirik ki 100 santimetrdir. O zaman 536 eləmiş olur. X çıx 536 santimetr bərabərdir. 1 metrimiz 100 santimetr olduğuna görə
Bu da olur 788 santimetr. X'i tapmağım üçün də 788-in üzərinə 536 gəlirəm. X də bərabərdir. Bu da bizə verir 1324. Deməli, dördüncüsü ilə davam edək. 1 desimetrimiz 10 santıdırsa, 9 desimetr 5 santimetrimiz bizə verir 95 santimetr. Üzərinə gəl. X bərabərdir 1013 santimetr. X'i tapmaq üçün 1013-dən çıxıram 95-i. X də bərabərdir. Bu da bizə verir 918 almış olarıq. Bugünlük bu qədər uşaqlar. Növbəti izahlarda görüşmək üzrə. Sağ olun, hələlik. Dostlar, kanalımıza abunə olun ki, daha çox faydalı izahlardan xəbəriniz olsun. Sağ olun.